Nağdsız hesablaşma haqqında qanuna əsasən, nağdsız hesablaşmanın 3 forması vardır. Birinci forması, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürməklə aparılan əməliyyatdır. Yəni, sahibkar bank hesabından ödəmə sənədi vasitəsilə aldığı malın işin xidmətin dəyərini təqdim edən şəxsin bank hesabına köçürməklə əməliyyat aparır. Bu əməliyyat nağdsız hesablaşma sayılır. Nağdsız hesablaşmanın ikinci forması isə ödəniş terminalı vasitəsilə həyata keçirilən əməliyyatdır. Yəni, hər hansı bir şəxs aylıq xərcini ödəmək üçün ödəniş terminalına müəyyən vəsait daxil edir. Bu zaman aparılan əməliyyat nağdsız hesablaşma sayılır. Nağdsız hesablaşmanın üçüncü forması isə birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən əməliyyatdır. Yəni, hər hansı bir şəxs qəbul etdiyi malın işin xidmətin dəyərini ödəmək üçün kassasından pul vəsaitini məxaric etməklə satıcının bank hesabına birbaşa mədaxil etməklə apardığı əməliyyat nağdsız hesablaşma sayılır. Nağdsız hesablaşmanın formaları bütün təsərrüfat subyektlərinə şamil edilir, lakin hər iki tərəf vergi ödəyicisi olduğu halda nağdsız hesablaşma yalnız bank hesabından bank hesabına olan əməliyyatdır.